Salam değerli əziz izləyicilərimiz. Bugünləri Bilə qəsəbəsində Kanalüstü deyilən ərazidə Sultan Marketin yaxınında asfalt yola yaxın 8 sotda sizin üçün şəxsi evin çəkilişinə gəlmişəm değerli dostlar. Evimizin qaz sayğacı, işıq sayğacı var. Su burada quyu suyu, değerli artisan suyudur dostlar. Evimizin əlavə olaraq torpağı da var o tərəfdə. 4 sotu Padabek kimi asfalt yolun üzərindədir. Şambosu da gördüğünüz kimi değerli dostlar buradadır. Ne derinlikte geniş bir tane şambodur. Yani ömür boyu dolmayan bir şambo. Kanalizasiya deyək də dostlar. Həyətimiz belə genişdir dostlar. İnşallah daxil olacaq evin içərisinə tanış edəcəm. Evimiz 8 sotdadır. Qiymət videonun sonunda deyiləcək. Sizdən xahişim videomuzu sonacan izləyin ki tam ətraflı məlumatı sizin üçün verim dostlar. Değerli dostlar, böyle bir mansard tipli evdir. Göstereyim size. Bu hissesi böyle bir eyvandır, balkon kimi. Hündür yerde dostlar. Buradan bir şey ki güneşli görünür değerli dostlar, görürsünüz. Buradan baktığımızda güneşli görünür. İnşallah keçəyin evin içindən də sizi tanış edeyim. Evimiz burada pitimutkasıdır, qoyulubdur. Daxil oluruq evin içərisinə. Girişdə belə bir xudmani koridorumuz. Təbii ki, ilk olaraq mətbəxini sizi tanış edeyim. Evimiz şəxsi evdir, köhnə tikili evdir. Burada bizim sanitə vəsaimiz evimizdir. Değerli dostlar. Buradan girişler var, göster kapısı da var. Zalda qonaq otağıdır. O böyle bir İran peçete koyulup qəşəng otağımız geniştir. Burada bir böyle bir geniş yataq otağıdır. Bu bizim ikinci daha geniş yataq otağımız değerli dostlarımız. Yuxarı mansardakı təmirsizdir inşallah. Qiymət dostlar 90 minə deyilir. İnşallah gəldinizdə real alıcı ilə danışıb razılaşma olar. Allah alandı satanda xeyir versin. Sağ olun, var olun.